Herkese salam. Dilimizdə bəzi feillərə artırılan şəkilçilər vardır ki, şagirdlər onları bir qrammatik şəkilçi olaraq götürürlər. Gəlin görək bunlar hansı şəkilçilərdir? Gəlmir, getmir, bilmir, sevmir, görmür və sair kimi feillərə artırılan mır, mir, mur, mürü nə üçün bir qrammatik şəkilçi olaraq görürlər? Gəlin öyrənək. Bildiyimiz kimi indiki zaman şəkilçiləri ır, ir, ur, ür şəkilçilərdir. İnşallıq isə mamə şəkilçilərdir. Gəlin feil kökünə inşallıq və indiki zaman şəkilçisini artıraq görək hansı hadisə baş verəcək. Mən bil feilini yazmışam. Siz istədiyiniz feili yaza bilərsiniz. Bil feilinə maməni artırmışam. Gördüyünüz kimi maməni artırandan sonra isə indiki zaman şəkilçisini artırmışam. Feil inşallıq daha sonra isə indiki zaman şəkilçisini qəbul edərkən gördüyümüz kimi mamənin a'sı düşəcək, m'sı qalacaq. Deməli hansı hadisə baş verdi? Mamənin a'sı düşür, m'sı qalır. Ortaya hansı feil çıxır? Bilmir feili çıxır. Bilmir deyil, bilmir olur. Deməli buradakı mır, mir, murru bəzi uşaqlar belə bir qrammatik kimi götürürlər, amma olmaz. Biz necə təhlil edirik sözü? Bil sözün kökü m bir qrammatik, ır, ir, ur isə ikinci qrammatik şəkilçi olacaq. Dərslərimizə qoşulmaq üçün elə indi mənimlə əlaqə saxlaya bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər.